Dostlar, hər vaxtınız xeyir olsun. Axşam davamı olaraq oldu. Mən oraya yaxınlıqlı olaraq tamamlandı və yeni yolun açılışı oldu. İndi baxın, buradan etibarən mən yollar var müxtəlif, 2-3 kilometrlər var müxtəlif, körpülər var. Baxın, qarşımıza gələn Oba tüneli adlanır. Gözəl tünelə daxil olur. Bu bakanı yollara yığacaq, üstündən keçirik. Yani bu yolun faydası çok böyükdür. Her tərəfli faydalıdır. Məsələn, şəhərin içine daxil olurduq işıqforlarla. Yavaş-yavaş yol gedirdik. Bu saatlarda hal-hazırda qalxacaq. Çünki yaşayan saat 10 dəqiqəyə Mahmud ise Alanya'da yaşayan ayak altına yapmamı istiyor. kez değil. Demek ki en çok Yax 19 idi, indi oldu 18 dərəcə. Orada yazılıb. Daxil olduq. Mahmudlar tüneli daha genişdir. Yağma da giymiyor zaten. daha yenidən Sıkıntı yaşıyor ya. qazanmış olur, inkişaf eləmiş olacaq. Baxın, sağ tərəfdə görürsünüz. Biz bununla. Nədənsə ayıb yox. Geçsəydik, biraz qabağa. Ofisə tərəf gedərdik. Amma burada yol olmalı, səhv eləmirəmsə baxarıq. İlk dəfə getdiyimə görə. Bəli, düz də gedə bilərəm. Buradakı sağa dönən yol jandarma tərəfə gedir, Mahmudların başlanğıcıdır ora. Biz isə tam Mahmudların mərkəzinə, Sanat Kulesinə, Cumartesi bazarına, bizim ofisin olduğu istiqamətə gedirik. Baxın, ətrafda nə qədər yaşayış kompleksləri var, görünür artıq. Və maraqlı, gözəl bir yol çəkildi. Bunun üçün biz də təşəkkür edirik bu işdə əmək olan bütün dövlət idarələrinə. Və burada yazılıb Havalimanı, Qazi Paşa, Mersin və buradan dönür. Yəni Kargıca tərəf, oranı da inşallah tez bir zamanda yəqin ki istifadəyə verərlər. Və bu yol birbaşa gedir çıxır Mahmudların mərkəzinə. Biz də indi gedərək və orada da elə videomuzu yekunlaşdırarıq. Burada da sol, sağ, hər tərəfdə gözəl yaraşıqlı binalar və bu binalar da əlbəttə ki dəyər qazanmış olur. Yeni çevrə yollar gedir və birbaşa gəldik Mevlana Kavşağına, Mahmudların tam mərkəzinə. Baxın əziz dostlar. O tərəfdə Ziraat Bank, biraz ilərdə sağda isə bizim yeni yol hamı üçün xeyirli uğurlu olsun. Sağ olun.